Sponsor Hazel. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirinin təqdimatında. Bəli, iş dünyasının nəbzini tutan layihəmiz olan Biznes Mərkəzi. Radio məkanda bənzər olmayan bir layihəmiz və fərqli bir layihəmiz. Yeganə bir layihəmiz olan Biznes Mərkəzində hər birinizi xoş gördük və xoş eşitdik. Mikrofon öndə yenidən mənəm Rüfət və bu layihəmiz də elə Biznes Mərkəzi klubumuzun eyni adlı Biznes Mərkəzi layihəsidir. Hər birinizi yenidən eşitməkdən çox məmnunuq və saat 2-yə qədər bərabərik çox dəyərli dostlarımızla. Bugün yaxşı bir müzakirəmiz var və o dostlarımızdan birinin çox yaxında bir sayılı günlərdir ki, reallaşdı, bitdi. Çox dəyərli bir tədbiri də oldu və o tədbirdən də danışacağıq. Gözəl bir kitab təqdimatı həyata keçirildi. Bugün biznes mühiti üçün, satış işində olanlar üçün çox uğurlu bir layihədir. Əlhəssusda bunu
təcrübəli bir dostumuzdan görmək bizi həqiqətən də sevindirir və o dost ki, indi adını çəkəcəm və dərhal da artıq özünüzdən həm biznes sahəsində olan adamsınızsa, özünüzdən bir gülüş, təbəssüm də əski olmayacaq və onun adı gələndə təbii ki, biz də sevinirik, onun adı gələndə bizim üçün də xoş olur. Bugün də efirimizdədir, salamlayırıq onu. Sarvan Aslanov və gözəl bir şirkətdə var, Aslanov Group. Həmin də şirkətin rəhbəridir, illərdir biznes sahəsindədir, marketing sahəsindədir, idarə etmə sahəsindədir. Səsini eşidən Sarvan qardaşımız, xoş gəlmişsiniz. Salamlayıram. Necədir işlər? Xoş gördük. Əladır, hər şey qaydasındadır, yaxşıdır. Doğma məkanda, doğma yerdə. Eşq olsun, xoş gəlmişsiniz dəyərli dostum. Və indi birazdan danışacağımız məqam hansı ki, kitab təqdimatı dedik. İndi ondan da danışacaq. Çox təəssüf olsun ki, mən həmin tədbirə yetişə bilmədim. Özümün üzrxahlığını həmin anda etmişəm dostuma. Çünki bilirsiniz də bizim işlərimizin çoxluğu ilə qədər bəzən bizi dəvət edirlər, hətta incirlər bizdən, amma Sarvan dostumuz incirməyən dostlarımızdan. Çünki bu sahanın içindədir və işi də bilir. Bizi çox yerlərə dəvət edirlər və bəzən efor zaman çatdıra bilmirik. Bu təkcə Bakıdakı olan tədbirlərlə bağlı deyil. Bölgələrimizə dəvət edirlər, açılışlara dəvət edirlər, tədbirin aparıcılığına dəvət edirlər, böyük tədbirlərə dəvət edirlər və bəzən dostlarımızın tədbirlərinə belə məqamda yetişə bilmirik, ancaq sevinə bilirik təbii ki. Amma bugün Sarvan dostumuzun yanında olması bir tərəf, ikinci məqam isə onun kitab təqdimatına görə biz çox sevinirik və təbrik edirik. İlk kitabdır, eləmi? İlk kitabdır, bəli. Adı necə idi? Adı Nə satmaq, yoxsa necə satmaq? Aha, indi biz 2 saat ərzində həm necə satmağı, həm nə satmağı biləcəyik. Ondan da danışacaq, təqdimatdan da çıxış edəcəyik. Digər bir dostumuz isə şirkətin özü deyər, amma mənim yadımda nə olur olsun bir marketing dostumuzdur bu bizim. İdarə etməni də yaxşı bilir, amma bugün imkan verməyəcək ona danışmağa. Sadəcə dəvət etmişik ki, bizimlə müsakilərlə qoşulsun. Burada olsun. Saday Alverdiyev, Saday dostumuz, xoş gəlmişsiniz. Salamlayıram, xoş gördük hər kəsi. Rüfət bəy, Sarvan bəy demiş doğma məkanda. Dəvətin və təqdimatıma görə təşəkkür edirəm. Düzdür, biraz sönək təqdim edəcəm. Allah razı olsun. Minnətdaram. Yox, şirkət adından. Sonra səndən söhbət edəcək. Sıxıntı yoxdur. Günümüz qabaqdadır. Hər kəs salamlayıram, ümid edirəm xeyirli, faydalı bir görüş olacaq. Eşq olsun. Sana dostumuz, təmsil etdiyiniz şirkətin adını siz deyə bilərsiniz? Biz Aga Group Bravo Texnologiya şirkətini təmsil edirik. Mən şirkətin rəhbəriyəm. IT sektordur fəaliyyətimiz. Belə deyək, zəif axın mühəndislik işləri daha çox istiqamətimizdir. İnternet və IT ilə bağlı demək olar, müxtəlif həllər təklif edirik. 12 ildən artıqdır bazardayıq və sektorumuzda bilinən şirkətlərdən biriyik. Ciddi layihələr icra edirik və neçə ildir vəzifədəsiz? Hal-hazırda biri tamamdır burada rəhbər olaraq davam edirik. İşləriniz uğurlu olsun. Təşəkkür edirəm. Bizim dəyərli dostumuzun haqqında biz də bir kəm edəyək, yəni müxtəlif şirkətlərdə çalışıb. Mən Saday dostumuzu yəni indi tanımıram, illərdir tanıyırıq və hansı sahəyə gedibsə maşallah olsun çevikliyi ilə seçilib, dəstxətti ilə seçilib. Əslində bayaq giriş edəndə tələsdi, əslində çox deyəcəkdim. Məncə Sarvan dostumuz, məncə kifayət eləyər. Bəli, bəsədir bu qədər. Market olub da çox olanda yəni. Reklamı da çox olur. Sağ ol, sağ ol. Sağ ol. Dostlarım, xoş gəlib və bizim canlı yayımız da var. Araz FM-in Facebook səhifəsindən də canlı olaraq yayımlanırıq. Bizi dinləməklə bərabər dostlarımızı həm görmək, həm də ki, öyle izləyərək də fikirlərinizi də bildirə bilərsiniz. Heç bir problem yoxdur və mövzumuz şirkətlərdəki marketing həlləri, marketing yanaşması və bu marketing görülən işlərdə etdiyimiz yanlışlardan danışacaq. Hər iki dostumuzun, həm Sarvan qardaşımızın şirkəti, həm də ki Saday dostumuzun təmsil olunduğu şirkətdə, yəni vəzifələri direktor olsa bilər, şirkət sahibləri olsa bilər. Yəni hər bir iş onların bugünə qədər biznes sahəsində işi marketingdən başlayıb, satışdan başlayıb. Ona görə bugün həm bu yanaşmadakı edilən boşluqlardan və səhvlərdən biz söhbət açacağıq. Kifayət qədər yanlışlar var, kifayət qədər də doğru addım atılan məqamlar var. İndi onları biz ardınca təhlil edəcəyik, görək etdiyimiz səhvləri necə düzəldə bilmişik və ümumiyyətlə səhvlər təkrarlanılmır. Bugün şirkətlərimizdə bu nüansları bəli, az çox görürük.
Çox təəssüflər olsun, amma bəzən elə hallar o ki, təkrarlanır. Bəzən bildiyimizdən, bəzən isə sistemsizlikdən bu təkrarlanır. Amma yerində saymayan, irəliləyən şirkətlər də var. Uğur qazanmaq üçün çalışan şirkətlər də var. Daima yeniliklər etmək üzərində çalışan, rəqabətli biznes bazarında özünü göstərmək istəyən şirkətlər var. Amma təəssüf olsun ki, yenə əksini edənlər də var. Yəni, həm yerində sayan, həm ümumiyyətlə biznes sektorunda bu sahədə niyə gəlib, heç özündə xəbəri yoxdur. Bunu özündə ehtiva edənlər də var, çox təəssüf olsun. Yəni, şirkət açıblar. Həm bu sahanın adamı deyirlər, həm ümumiyyətlə biznesin bu inkişafı üçün, şirkətin inkişafı üçün nə etməlidirlər ki, onu da bilmirlər. Düşündükləri bir tərz var ki, mən müdirəm, insanları bəzən saatlarla qapıda gözlətməliyəm, ofis şəraitində çalışmalıyıq və bu kimi xırda nüanslar var, çox təəssüf olsun. Belə məqamları biz də görürük, amma bunlar heç də peşəkarlıq deyil, başucalığı gətirmir. O şirkətlərə biz sadəcə susaraq və üzərindən keçərək yanaşırıq. Biz də rastlaşırıq bunlarla. Bizə də belə hallarla qarşı-qarşıya qoyurlar bəzən, amma biz bunların üzərindən keçirik, çünki təcrübəmiz çoxdur və belə şirkətləri biz zamanla sonra görürük ki, həmin şirkətlər bir ildən sonra həmin nə ofislərində varlar, nə şirkət var, nə şirkətin adı var, nə özü var, nə heyəti var, nə komandası var. Bir sözlə şirkətin qapısı qıfıllanıb və şirkət orada yoxdur. Belə hallar da var, amma bütün bunlar bu səhvləri etməməyimiz üçün nələri əlimizi çırmalıyıb başlamalıyıq işə. Bax, biz bundan danışacaq, onlardan biri də məhz həm marketing işidir, həm də satış işidir. Birazdan bu arada danışacaq. Diqqətiniz bizdə olsun. Sobex, möhkəm kafel və keramika yapışdırıcısı. İstənilən hava şəraitində hər növ daxili və xarici səthə yüksək yapışma gücü, rahat istifadə, uzun ömürlü keyfiyyət. Daha nə olsun? Sobex, möhkəm olsun. Araz Radyosunda reklam vaxtı. Abşeron'da bütün Sonifer məhsulları fabrik qiymətinə yalnız 3 gün. Sonifer ütü 22.90, Sonifer fritoz 79.90, Sonifer simsiz tostoran 114.90. Ən çox alış-veriş edənlərə hədiyyə də var. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Hökvatan Dairəsinin yanı. Boya sektorunda renk katmakta inanlıyıq. Bizi seçməkdə davam edin. Panda Boya, renk katır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəli All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının mühərrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. Oba marketlər şəbəkəsində qonşuda qənaətin vaxtıdır kampanyası. 26 sentyabr 9 oktyabr tarixləri arasında CSN qırmızı paketli dondurulmuş toyuğun kiloqramı 5 manat 29 qəpiyə. 1 kiloqramlıq hər gün kərəyağı 13 manat 89 qəpiyə. 1 kiloqramlıq aləmşah basmati düyü 3 manat 25 qəpiyə. 2 litrlik Pepsi qazlı içki 1 manat 75 qəpiyə. 225 qramlıq Azərçay buket çay 5 manat 10 qəpiyə. Oba. Hər evə 2 televizor lazımdır. Birini siz alın, birini biz hədiyyə edək. İndi mağazalarımızdan 24 ayədək faizsiz hissəli ödənişlə 55 düym ekranlı TV alanlara 32 düym TV, 65 düym və daha böyük ekranlı TV alanlara 32 düym Smart TV bizdən hədiyyə. Soliton, telefon 180, rəsmi sayt soliton.az. Tələsin, Madeira'da göydən düşmə endirimlər başladı. İstənilən növ mebeli kreditlə aldığınız zaman 20% endirim sizi gözləyir. Üstəlik, ilkin ödənişsiz. Bu fürsətdən yararlanmaq üçün elə indi Madeira mağazalarına yaxınlaşın və ya web saytımızı ziyarət edin. Madeira sizə uyğundur. Ulduz 9696. Araz Radyosunda reklam vaxtı. İş dünyasının aparıcı adları biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. Biznesə başlamaq istəyirsən? İstəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır.
Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini biznes mərkəzində dinlə. İş qurmağın sirlərini biznes mərkəzindən öyrənin. Efirimiz davam edir. Dəyərli dostlar, reklamdan həmən sonra buradayıq və biznes mərkəzində sizi salamlayırıq. Mikrofon öndə mənəm Rüfət və bugün şirkətlərin həm marketinq yanaşmasına etdiyi səhvlər, həm satış strategiyalarından biz danışırıq və Aslanov qrupun da rəhbəri Sarvan Aslanov dəyərli dostumuz bizimlə bərabərdir. Elə satış məqamlarını istərdik ki, onun bu məsələlərə aydınlıq gətirməsini istəyək. İlk sualımız məhz satış istiqamətində etdiyimiz yanlışlar və bir də elə dəyərli dostumuzun yeni kitab təqdimatı oldu ki, həm o kitabda da mütləq şəkildə bizim yararlana biləcəyimiz elə satış üçün nə satmalı, necə satmalı məqamlarına toxunaq. Salam dostumuz, buyurun sizi dinləyək. Deməli, dəyərli qardaş, məsələ bundadır ki, biz deyəndə ki, kitabı başlamışıq yazmağa, Saday bəy kimi dostlarımız deyir ki, satış hara, kitab hara, yəni bizim işimiz ərazidədir də. Çünki biz həmişə ayağımız tozdur, köynəyimiz tərli. Bütün günü ərazidəyik, ofisdə oturmağa vaxtımız yoxdur. Marketologlar isə sərin kondisionerin altında ofisdə otururlar, işlərini görürlər. Amma məsələ bundadır ki, mən də bu satış məsələsində maraqlı bir bənzətmə eləmişəm də. Kitabda onu deyim ki, bütün məsələlər real кейslər üzərindən qalır. Demək olar ki, heç bir stat yoxdur, heç bir yerə istinad yoxdur. 17 illik satış təcrübəmdə başıma gələn uğurlu və uğursuz кейslər. Maraqlısı budur ki, ən maraqlıları uğursuzlardır. Yəni insanları və bacardığım qədər məni tanıyan adamlar pozitiv yumor məsələsi tərəfdən daha çox belə xatırlayırlar. Ona görə kitabda da onu yansıtmağa çalışıram. Kitabı oxuyan adam darıxmasın. Bir də görürsən, kitabı oxuduğun yerdə dəxlisiz bir fraza çıxır ortaya. Məsəl üçün də fikirləşirlər ki, bu hardan gəldi, düşdü bura. İndi onun o barədə toxunanam. Məsələn, şirkətlərin birində bir dəfə bir satış sistemi qururuq. Məsələ bonus problemidir. Danışdım. Gördüm ki, rəhbərlərin yanında bunlar rahat deyirlər. Təklif edim ki, icazə verin, mən komanda ilə tək görüşüm. Komanda ilə tək görüşdüm və xaos başladı da. Maaş azdır, filan şey azdır, bu azdır, bonus almırıq. Bonus çatmır bizə. Nəsə, elə bir vəzli gəldi çatdıq ki, dedim ki, gəlin özünüzü qoyaq sahibkarın yerinə. Şirkət mənfəət əldə etmirsə, sizə necə bonus verə bilər? Bəlli bir həddə çatmalıyıq ki, siz də bonus tələb edəsiniz. Razılaşdılar müəyyən hissələr. Bir neçə nəfər var ki, biz ona təlimlərdə parazit iştirakçı deyirik. Həmin o parazit iştirakçı kimi bütün iclası korlayır. Yox, əməlim, mən üçün dəxli yoxdur. Geçin şirkət bunun əziyyətini çəksin, mən pul qazanmalıyam falan filan. Yorucu bir iclas keçdi. Bitdi, HR gəldi, şirkət rəhbəri gəldi. Bizdə çıxışımız, mənə də bir mikrofon veriblər və zalda danışanda 19-20 nəfərlik bir heyət. Axırda oğlan biri qayıtdı ki, işçin biri. Müəllim, indi yekun nəticən nə oldu da? Mən də düşündüm ki, mikrofon sönüb, başımı sanmışım, dedim ki, heç nə, ac olun, kişi olun da, yəni ki, belə olmaz. Məsələ düşdü yerinə ki, yəni, biraz da özümüzün empati qurun da şirkət rəhbəri ilə. Məsələn, o mənim devizim qalır hər dəfə. Mən də kitabda onu yazmışam. Müəyyən bir yer gəlir çatır. Deyirəm ki, əsas məsələ pul deyil. Yəni ki, ac olun, kişi olun. Yəni, düzgün iş görün, səliqəli iş görün. Hər şey aldatmaq deyil. Çünki satış işinə adətən maraqlı bir məsələ var. Allah heç kimə səhhəti ilə, sağlamlığı ilə sınağa çəkməsin də. O baxımdan biz heç vaxt xəstəxanaları, klinikaları və həkimləri pozitiv olaraq görmürük və sevmirik. Amma nə vaxt ki, özümüzün, doğmalarımızın kritik məqamları gəlir çatır, biz gedib həmin o həkimin xalatından yapışırıq ki, bizə kömək elə. Xahiş edirəm, bizi ayağa qaldırın, doğmama kömək elə, əzimə kömək elə. Bax, bənzətmədə satışı həmin həkimə bənzədirəm şirkətlərdə. Hər şey əla olanda heç kim o klinikanın nə qapısını, nə də həkimi xatırlamır. Ən çətin vəziyyətdə. Elə ki, vəziyyət çətinləşir ki, artıq iflasa doğru gedirik. Qırmızı bir
siqnal çalınır ki, vəziyyət yaxşı deyil. Dərhal yapışacaqları adam satış olur. Ki, qardaş, dövriyyə aşağıdır. Bizi xilas elə. Bizi xilas elə, bizə kömək elə. Həmin anda, həmin o ayağı tozlu satış adamı girir ortaya ki, göstərdiyi efortun daha çoxunu göstərsin ki, bir balaca şirkəti ayağa qaldırsın. Bax, həmin o məsələlərin hər biri sonda mütləq uğurlu və ya uğurlu olacaq deyə bir şey yoxdur. Təbii ki, strategiya və s. bunlar yerindədir, amma kitabın tam olaraq məğzi bizə nə vaxt ehtiyac olur? Bəs ehtiyac olmayan vaxtı özümüzü necə aparaq? Ehtiyac olan vaxt axı bütün gözlər səndədir və başlayırsan özünü daha fərqli göstərməyə. Tərləyəndə də rahat tərləyirsən ki, görürlər ki, bax, sağ olsunlar. Bir ay necə işlədilər, şirkət qalxdı. Amma hər şey rəvan gedəndə o satış adamları kənardan sanki rutin işlərini görürlərmiş kimi görsənir. Normalda isə o halda da şirkəti ayaq üstə saxlayan satış adamlarıdır. Bir dənə də bənzətmə eləyim Saday qardaşıma, bir dənə göndərim. Boş qab həmişə daha çox səs çıxardır. Dolu qabın səsi daha az çıxır. Bəli, marketinqin səsi həmişə bərk çıxır. Həmişə qışqırır, həmişə hayqırır, həmişə hay-küy salır da. Amma o işin dolu tərəfini dolduran satışdır. İşin dolu tərəfini hərəkətə gətirən satışdır. Bayaq biz verilişdən qabaq da bir müzakirəmiz oldu sizinlə. Məsələ odur ki, iş görən adamların vaxtı olmur səs çıxartmağa. Başı qarışıq olur öz işinə, başını salır aşağı və işini görür. Biz o məntiqdən yaratmışıq məsələyə. Əla. Və bir fotolarımızı bizi çəksinlər. Yaşayın bizim komandamız, Rəvan dostumuza da təşəkkürümüzü və minnətdarımızı bildiririk. Kitabı da təqdim edək. Bir kitabı da xüsusi olaraq həm buradan mən çəkmək istərdim. Gözəl bir dəyərli dostumuzun Nə satmaq, necə satmaq kitabının da bir lenti alaq. Əla. Həm də bir foto da çək, zəhmət olmasa. Və dəyərli dostumuza minnətdarıq. Buradakı danışıqlarımızın bir qismini mütəmadi olaraq bizim Araz FM-in sosial media səhifələrindən də görəcəksiniz. Instagram hesabından da, Facebook hesabından da, hətta kitabla bağlı da maraqlı məqamı Sarvan dostumuzun qeydlərini də etdik. Onları da eşitmiş olacaq. Kitabla bağlı artıq təqdimat olunursa, satış artıq var. Şənbə günü bizim təqdimatımız oldu. Əslində biz onu bir il bundan qabaq planlamışdıq ki, sırf sentyabr ayının 28-i mənim doğum günümdə kitabı təqdim edək və o time managementimizi elə qurduq ki, həmin gün tədbir etdik, həmin gün də kitabımızı təqdim etdik. Dastan Yayımları şirkəti, Nəşriyyat evi dəstək oldu. Bəli, artıq kitab satışdadır. Bütün kitab mağazaları var. Hər birindən əldə edə bilərlər və özəl olaraq da Dastan Yayımları şirkəti istəyən adamlara pulsuz çatdırmayla gətirib çatdırırlar. Çatdırılma da var. Əla. Satış işində olanlar, maraqlı keysləri bilmək istəyənlər, real keyslərdən nəticə çıxarmaq, satış strategiyalarından xəbərdar olmaq istəyənlər, Sarvan dostumuzun Nə satmaq, necə satmaq kitabını bütün kitab mağazalarına əldə edə bilərlər. Çox xeyirli, uğurlu olsun. Təqdimat da bizim dəyərli dostlarımızdan birinin məkanında gerçəkləşmişdi. Çox maraqlı bir tədbir oldu. Bilmiyorum, Saday dostumuz orada iştirak elədi, yoxsa yox? Saday orada baş roldaydı. Baş roldaydı. Bəli, Saday rollarda iştirakçı ondaydı. Əla. Aparıcılığı oydu. Aparıcısı, rejissoru, operatoru, demək olar hər şey özümüz idi. Gözəl idi. Çünki öz əlimizin əməyi çox da ki, Sarvan bəy sevməsək də öz aramızda. Bu təbii ki, zarafatdır. Yox, zarafat demir. Bu açıb tökürük hər şeyi. Deməli, satışla başlayan bir yüngül atışmamız var. Amma Sarvan canciyərdir. Onun təbii ki, yaxın dostlar həm də bilən bilir bizi. Siz podkastlarda dedirsiniz, sosial mediada görürük. Bəli, özü istəyir. Yəni, indi mən başlamışdım ki, kitabı tərifləyəcəkdim. Çünki oxumuşam. Bazarda ümumiyyətlə yazan hamı yazır. Ümumiyyətlə əli qələm tutan, dili söz tutan, nə bilim belə Nəyin kitabda yazır? Sosial mediada yazır. Hamı hər yerdə yazır. Yazmaq biraz məsuliyyətli məsələdir.
təəssüf ki, biz onu fikirləşmədən yazırıq da. Yəni necə gəldi yazırıq. Amma bu qeydlərində bu hansı satış işinin əziyyətini düzgün formada qeyd edilir. Yəni satış bazarla meydana girməsə bir şirkət üçün ayaqda qalmaq üçün satış lazımdır da. Lazımdır. Bu gün 2 dəqiqəlik tərifləyəcəm Sarvan bəy, sonra öz modumuza qayıdarıq. Bazarda ümumiyyətlə yazılacaq və deyiləcək bütün məsləhətlər, nəsihətlər, verilən sözlər hamısı öyrədən xarakterdə olmalıdır. İnsanlar oradan baxıb nəsə öyrənməlidir ki, sonra tətbiq edə bilsinlər. Çünki söz yığını ömür boyu hamımız görmüşük. Bəli. Məncə nə satmaq, necə satmaq bu kitab məncə bu mövzuda, satış sahəsində, hətta idarə etmədə də payı var. Yaxşı bir case olacaq və insanlar sadəcə oxuyanda orada misal, əslində belə etsəz yaxşı olar deyil. Nəyi necə edib və nəticənin necə görülməsi məsələləri var orada case olaraq. Ona görə də uğurlu bir kitab olacaq. Yəni təvazökarlıqdan uzaq da olsa deyim ki, həm mövzunun içərisinə çox belə məsuliyyətli yanaşmışıq, seçici davranırıq. Eyni zamanda mündəricatda olan başlıqlara, məsələn, insanların ağrılı yerləri var. Məsələn, gənc qalmaq. Bugün idman salonlarının, fitness mərkəzlərinin kifayət qədər dolu olması insanların özünün sağlamlığına nə qədər ciddi fikir verməsindən xəbər verir. Bəli, söz yoxunun içərisində araşdırsan, kimisi kiməsə baxır, gəlir, amma əsas olan nədir? Əsas olan gəlirlər və sağlamlığımıza baxırıq. Bəli. Məsələn, yazmışam ki, başlıqların birindəki gənc qalmaq üçün satış ilə məşğul olun. Və bunu əsaslandırmışam. Ki, satış işi ilə məşğul olan adamlar... Niyə marketing yox satış? Çünki, bax, səhər-səhər sən məcbur etsən... Onlar mən cavab verim. Yox, qoç cavab versin. Məsələn, bir şirkətlərin... Yəni, baxın, biriz satış, biriz marketing adamı. Niyə satış, gənc qalmaq üçün satışda olmaqla, yəni satış adam olmaq lazım, yəni marketoloq olmaq lazım deyil də. Bəyə qeyd elədik, marketoloq oturur kondisionerin altında, ofisdə, qışda da ki, istinin altında Atabernin yanında oturur ki, axşam saat 6 olsun, çıxsın gəlsin. Satış adamı isə səhər bir görüşdəyəm, deyir ki, saat 8:30-da artıq mən görüşdəyəm, hələ iş başlamayıb. Dostumuzla danışırıq, deyirəm ki, biz bir dənə tez qutaraq, mən buradan saat 10-da filan yerdə olmalıyım, 12-də rüfətli verilişindəyəm, oradan çıxıb saat 2-də filan yer, 16:30-da təlimim var. Deyir ki, maşallah, dayanmırsan, deyirəm ki, yəni mənim gündəlik rutinim budur da, işim budur. O hərəkətli qalmaq var, onun özü insanı dinamik saxlayır. 2. Avtomatik olaraq satış adamına yazmışam kitabda. Təsəvvür edin ki, hər gün evdən çıxanda sanki podiuma çıxırsanmış kimi çıxmalısan evdən. Ki, bugün hansısa bir tədbirdə hamımız səni alqışlayacaq və podiuma çıxırsansa özünə baxmalısan, geyimə baxmalısan, səliqənə baxmalısan və s. Avtomatik olaraq insan özünü tonusa saxlaması. Yuxu rejiminə belə sırf işimə görə riayət etmək məcburiyyətindəyim ki, tez yatım ki, səhər filan görüşlərim var, daha gümrah olum. Bütün bunlar hamısı məcbur edir ki, işim məni sağlam saxlamağa məcbur edir. Amma düzdür, amma bəzi marketoloqlar var ki, indi biri də yanımızdadır. Gecə saat misal üçün 11-də durur, 12-də. Gecə 3-də yatırımızda 11-də efirə güclə çağırmışıq, yəni belə əziyyətlə gəlib efirimizə. Hal-hazırda mən təhərləndiyimi istəyirəm, amma yəni nəinki siz, hətta prodüser dostumuz da biz tərəfdədir. Nə gözəl, problem yoxdur. Hər zaman belə olub, onsuz da o belə kimisə qoyurlar o taxtaya belə atırlar, o nədir, dart deyək. Deməli, kimi gözümüz götürmür həmişə. Yəni, ya uğurlunu, ya öndə olanı. Bizdə var xislət ki, mən çatanmadım, o pişiyin əli, əti zadı söhbətlər. Bu ayət deyil, ümumiyyətlə. Pult məndədir. Söndürərlər zara. Hər an söndürərlər. Deməli, Sarvan bəyin qəşəng mövzuları var. Dramatiz etməyi çox sevirdi əslində və həyatımızın ən gözəl don geydirmələrini bugün gördük də. Yəni, hal-hazırda bir dəqiqə əvvəl. Yəni, yaşamaq və həyatda qalmaq üçün sabahdan axşama qədər hərəkətdə olmalı olduğunu demir satış. Onu əslində həyat sağlığı ilə bağlayır. Necə gözəl ifadə edirlər. Bizsə promoyuq. Nə varsa onu deyir ki, bunu eləyib bunun üçün. Yəni, don geydirmək marketingdə yoxdur. Yoxdur. Yoxdur, qəti. Deməli, biz sadəcə belə... Mən izah verəcəm biraz. Verməyin. Məncə verməyin. Sarvan bəy deyir ki, məsələn, hər zaman köynəyimiz tərli, şarvanımız tozlu, ayağımız çarıqlı, nə bilim, belə daşlı, qayalı
Ya başqa iş tapın özünüzə. Niyə belə əziyyətdir, Məsələ çabalıyam? bu ki, biz ondan xoşbəxtdik də. Yəni, olduğumuz durumdan variant xoşbəxtdik. Variant yoxdur. O yoldasınız deyə. Yol da sizin olduğu üçün belə başqa yerdə keçmə şansımız hamıda olur, amma yəni hamıda olur, amma keçmirlər. Bilirsiniz deyə. Çünki məsələn, özünüzü mənlə müqayisə edirsiniz marketinqlə ki, marketinq oturur kondisionerin altında və s. Bizim beynimizi, necə deyərlər, uzun müddətli bir strategiya falan toplayırıq. Oradan, buradan, bütün şöbələrdən. Yəni bildiyin bədən deyil də, bizdə artıq fərqli məntiq işləyir də, strategiya. Baş, analiz eləmək, data. Söndürürük də, söndürür, pəncərəni açır. Məndə məsələn astraxandroz var. Söndürürəm onu, pəncərəni açıram. Fərqi yoxdur da. Masaday dostumuz, baxın, marketingdə dediniz ki, yanlışlar, yəni satışda o qədər yanlış var ki, marketingdə yoxdur. Amma biz bugün şirkətlərin baxırıq ki, marketing həllərində, strategiyasında o qədər səhvlər, düzgün olmayan yanaşmalar, hətta reklam işində belə edilən səhvlər kifayət qədərdir. Yəni siz bundan necə don geyindirirsiniz bəs? Buna don geyindirmənin bir dənə adı var. Bu marketing deyil. Marketoloqlarımızın səhvləridir. Yəni marketingin deyil. Yəni persona məsələsidir. Burada danışdığımız da prosesdir. Satış əməkdaşlarının üzləşdiyi proseslər. O prosesləri yüngülləşdirib rahat pul qazana bilərlər. Marketoloqda üzləşdiyi problemdir də bu da. Yox. Marketoloq işini yaxşı bilmir. Məsələ budur. Marketoloqun yaşadığı hansısa problem varsa, əgər rəhbərliyi ona nəsə mane olmursa, bu artıq bürokratik yanaşmadır. Qalan bütün keyslərdə nə xəta varsa marketoloqundur. Bəs mane olmursa və bu ondan su istifadə edirsə necə? Yenə onun xətasıdır. Yenə onun xətasıdır. Yəni çünki mən dəfələrlə demişəm. Bu kifayət qədər belə hallarla siz rastlaşırsınız, eşidirsiniz də yəqin ki. Əlbəttə ki, baxın, bizim öz məcramıza qayıtsaq, marketinq adamlarının əksəriyyəti belə praktikada döyülə-döyülə öyrəniblər də ixtisaslarını. Yəni nəzəri əsaslarını öyrənib, sonra praktikaya tətbiq edib, oradakı belə olur axı, praktikaya tətbiq edirsən, nəticəni görürsən. Satış buna hər zaman elədiyi üçün və onlarda proseslər balacadır da. Nədir ki, maldır, müqavilədir, müştəridir, zəngdir. 4 dənə şey var. Çox da sadədir, yəni. Bu adamı götür, onun yerinə kimisə qoy, misal satış adamını. Ki, birisi də karyeradan rahat başlamaq yolu satışdır. Çünki rahat girirsən, rahat çıxırsan. Çıxanların əksəriyyəti demək 90% oradan çıxır, orada qalmır. Niyə? Biraz orada formalaşır, deyir ki, ömür gedər satışına, həmən çıxır, qərar verir. Sarvan bəy kimi, belə nə deyim, yəni, bilmirəm o niyə oradadır. Yaxşı danışdığı üçün oradadır, yaxşı satış eləyə bildiyi üçün oradadır, yəni, işindən həzz aldığı üçün oradadır, bilmirəm. Amma oradadır da, yəni xoşbəxtdir. Bu mənə əslində biraz şey deyir ki, Sarvan gəl. Heç çox xoşbəxtdir, görün artıq satışa uyğun bir kitab da yazır. Yəni də müəllim praktikadır. Çünki bu qədər sərf, bu qədər insan, eyni qədər proses. Hər iş praktikadan keçmirmi, təcrübədən keçmirmi? Yaxşı şey, tərifləyirəm əslində. Amma satışının analiz eləsək, ölkədə və dünyada marketinq kitablarını cəmləsək, kölgəsində qalar ancaq satış kitabları, yəni fiziki olaraq, sayılı olaraq demək istəyirəm. Mənə görə kəmiyyətə yox, keyfiyyətə baxmaq lazımdır. Və biz davam edərik, dəyərli dostlar. İndi Sadayın dediklərini bilmirəm, amma dostlar, bizim dediklərimiz həqiqətdir. Sponsor təqdimatı. Efirimiz davam edir və bizim sponsorlarımıza təşəkkür edək. Verilişimizin baş sponsorlarından biri Panda boyalarıdır. Boya sektorunda illərdir ki, 2006-cı ildən bəri öz keyfiyyəti ilə seçilir, sərfəli qiyməti ilə seçilir və boya sektorunda rəng alarlığında yoxdur söhbəti, Panda boya üçün yoxdur. Həqiqətən də 2500-dən çox rəng seçimi bu kataloq yalnız və yalnız Panda boyalarında var. Əldə edin dünyanız rəngə boyansın. Expo Home by Akyap inşaat mallarının A'dan Z'yə satışını və sərgisini təşkil edən bir mərkəzdir. Aşıq Molla Cümə 46B ünvanında yerləşir. Vahid Kassadan satış sisteminə qədər var. Əgər gedə bilmirsinizsə 099 369 66 99 nömrəsini zəng edib siyahını təqdim edib məhsullar qapınıza qədər gəlib çatacaq. Opa Marketlər şəbəkəsində isə qonşuda qənaətin vaxtıdır kampaniyası davam edir. 26 sentyabrdan ta 9 oktyabr tarixlərinə qədər əhatə edəcək. Siyəzən qırmızı paketli dondurulmuş toyuğun kiloqramı 5 manat 29 qəpiyə, 1 kiloqramlıq hər gün kərə yağı 13 manat 89 qəpiyə, 1 kiloqramlıq aləmşah basmatı düyü 3 manat 25 qəpiyə, 2 litrli Pepsi qazlı içkiyə 1 manat 75 qəpiyə, 225 qramlıq Azərçay buket çayı cəmi 5 manat 10 qəpiyə
əldə edə bilərsiniz. Yolunuzu qonşu obadan salın, endirimlərdən yararlanın deyirik. Sağlam olmaq üçünsə Vesta Hospitalımız var. Təcili tibbi yardım xidmətlərlə də ixtiyarınızdadır. Xidmətlərlə bağlı geniş məlumat əldə etmək istəyənlər Vesta Hospitalın Ulduz 7606 nömrəsi ilə də əlaqə saxlaya bilərlər. Cibbaru.com saytı artıq istifadəyə verilib. Sayt vasitəsilə müəssisələr öz fəaliyyətlərini tanıda, öz satın alma elanlarını yerləşdirə və yerləşdirilmiş satın alma elanlarını öz təkliflərini verə bilərlər. Bu, Azərbaycanda ilk və tək platformadır ki, inşaat, təmir və tikinti sahəsini əhatə edir. Sayt hazırda Azərbaycan və Türkiyə olmaqla 2 ölkəni əhatə etməkdədir. 2024-cü ilin sonuna qədərsə 5 ölkəni əhatə edəcək. Cibbaru.com saytına da daxil ola bilərsiniz. Avtomobiliniz üçün yüksək keyfiyyətli yağ deyirsinizsə, mühərrik yağı deyirsinizsə, Rapid yağlarını sizə tövsiyə edirik. Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirlikləri istehsal Azərbaycanda 500-dən çox satış nöqtəsində Rapid yağlarını almaq olar. Hazırda təşəkkür edirik organik məhsullarına görə. Market bələdçisi. Dəyərli dostlar, həftədə 2 gün market bələdçisi bizimlə bərabərdir. Elə ova marketlərin dəstəyi ilə həftənin 3-cü və 5-cü günü, çərşənbə və cümə günləri sabahda inşallah bizim efirimizdə, biznes mərkəzində məhz market bələdçisi ixtiyarınızda olacaq. Qaçırmayın deyirik və indi isə növbəti rubrikamızdır. Günün valyuta məzənnəsi. Valyuta məzənnələrini diqqətinizə çatdıraq. 2024-cü il oktyabr ayının 1-i üzrə valyuta məzənnəsi belədir. ABŞ dollarının məzənnəsi dəyişmərək 1.7 manat. Türkiyə lirəsi isə 0.4 manat təşkil edir. Öz növbəsində Rusiya rubli 0.1 manata kimi bahalaşıb. Avro isə 1.89 manata dək ucuzlaşmaqdadır. Və bu da sizin üçün səsləndirdiyimiz günün valyuta məzənnəsi idi. Günün valyuta məzənnəsi. Biznes xəbərləri. Daha bir rubrikamıza keçid edək biznes xəbərləri ilə. Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai İAŞ dövriyyəsinin həcmi 966,9 milyon manat olub. Bu barədə Bakı şəhər statistika idarəsindən də məlumat verilib. Bu, 2023-cü ilin müvafiq dövr ilə müqayisədə real ifadədə 8,6% çoxdur. Hüquqi şəxslər tərəfindən ictimai İAŞ dövriyyəsi 580,3 milyon manat olub. Bu, ümumi dövriyyənin 60%-ni təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai İAŞ dövriyyəsi 2023-cü ilin müvafiq dövr ilə müqayisədə real ifadədə 8,6% artaraq 1 milyard 456,8 milyon manat olub. Biznes xəbərləri. Deməli, Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb. İndiyə qədər ipoteka və kredit zəmanət fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65,55 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb. Xatırladaq ki, ölkə prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılır. Fərmana əsasən kredit zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi fond qarşısında prioritet vəzifə kimi müəyyən edilib. Biznes xəbərləri. Boya axtaran insan, sonadək qulaq assan, işin olar asan. Hansı rəngi axtarsan, mağazaları dolaşsan, ustalardan soruşsan və istəmirsənsə nöqsan, bir cavab alarsan. 25 ildir, Sopsan. Araz Radiosunda reklam vaxtı.
Abşeronda bütün Sonifer məhsulları fabrik qiymətinə yalnız 3 gün. Sonifer ütü 22.90, Sonifer fritoz 79.90, Sonifer simsiz tostoran 114.90. Ən çox alış-veriş edənlərə hədiyyə də var. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Türkvatan Dairəsinin yanı. Panda'nın premium silikonlu, yüksek dayanıklı, fırça ve rulo izi bırakmayan, silinebilen iç set boyası Pan Plus ile mekanınızın füsunkar güzelliğine şahit olun. Panda boyalarımız ile sizin için en yaxşı olanı seçtik. Panda boya, renk katır dünyaya. Kısa nömrəmiz Ulduz 1008. West Hospital pasientlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Oba marketlər şəbəkəsində qonşuda qənaətin vaxtıdır kampaniyası 26 sentyabr 9 oktyabr tarixləri arasında CSN qırmızı paketli dondurulmuş toyuğun kiloqramı 5 manat 29 qəpiyə, 1 kiloqramlıq hər gün kərəyağı 13 manat 89 qəpiyə, 1 kiloqramlıq Alemşah basmati düyü 3 manat 25 qəpiyə, 2 litrlik Pepsi qazlı içki 1 manat 75 qəpiyə, 225 qramlıq Azərçay buket çay 5 manat 10 qəpiyə. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəli All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının mühərrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. Qab yuyan maşın artıq hamının evinə yol tapacaq. Üstəlik hədiyyəsilə Beko, Samsung, LG, Bosch, Electrolux markalı qab yuyan modellərindən istədiyinizi 24 ayədək faizsiz hissəli alışla əldə edin. Məhsulun qiymətinin 6%-nə dəyərində hədiyyə sizin olsun. Siliton, telefon 180, rəsmi sayt siliton.az. Deyirlər dünya bir pəncərədir. Pəncərə isə Pimapen'dir. Çünki Pimapen soyuğu, istiliyi və səsi saxlaması, fərqli rəng çeşidləri, 35 illik təcrübəsi ilə fərqlənir. Siz də dünyaya Pimapen pəncərələrindən baxın. Pəncərəyə adını verən Pimapen. Bolt sürücüləri üçün yeni həll yolu. Artıq Bolt balansında toplanan vəsait ABB Bolt kartınıza yüklənəcək. İndi Cobrent kartımızı əldə edin, ödənişləri onunla apararaq kəşfət və daha çox üstünlüklər qazanın. Ətraflı 937. ABB. Müasir, faydalı, universal. Araz Radiosunda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən, istəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə. Bar sponsorlar Panda Boya, Expo Home by Akyab, İnşaat Malları Sərgi və Satış Mərkəzi, xüsusi sponsorlar Oba Marketlər Şəbəkəsi, West Hospital, Rapid mühərrik yağları, sponsor Hazel.
gəl. Tək səni gözləyirəm, qəlbimə dözləyirəm, səbəbin sorma sən gəl. Ah, baxa yollara ağlımı oynatma, üzmə sən deli gönlümü gəl. Möhtacam sənə durma gözəl, sənlə bir günüm ömrə bədəl. Dastanlar yazalım, üzmə sən deli gönlümü gəl. Möhtacam sənə durma gözəl, sənlə bir günüm ömrə bədəl. Dastanlar yazalım. Dastanlar yazalım, üzmə sən deli gönlümü gəl. Möhtacam sənə durma gözəl, sənlə bir günüm ömrə bədəl. Dastanlar yazalım, dastanlar yazalım, dastanlar yazalım. İlk saatımızın yavaşa sonuna yaxınlaşırıq, amma dostlarımıza bir daha təşəkkür edək. Sonradan ilk saatımızın xırda bir müzakirəmizlə yekunlaşdıracaq, amma ikinci saatda həm bol müzakirəmiz var, həm də yarışmamız var ikinci saatimizdə. Rubrikalarımız da öz yerində, sabahda market bələdçimiz var, dəyərli dostlar. Və bu arada bizim baş sponsorlarımız Panda boyasıdır. Panda boyasını təşəkkür edir ki, 2006-cı ildən bəri bizə keyfiyyətli boya təqdim edirlər və həm də yenicə açılmış Expo Home Bayakkaba da gedə bilərsiniz. Əgər inşaat malları sizə lazımdırsa, Aşıq Molla Cümə 46 Böyünvanda yerləşir. Oba marketlər şəbəkəsində isə qonşuda qənaətin vaxtıdır kampaniyası var. 26 sentyabrdan ta 9 oktyabra qədər. Bu imkanları qaçırmayın. Endirimlər və fürsətlər çox. Yolunuzu qonşu obadan salın, endirimlərdən yararlanın deyirik. Sağlam olmaq üçünsə West Hospital var. West Hospital'a yollana bilərsiniz. Avtomobilin üçün yüksək səviyyəli yağ deyirsinizsə, rapid yağlarını sizə tövsiyə edirik. İnşaat, təmir və tikini sahəsində əhatə edən, beynəlxalq istifadədə olan ilk və tək platform olan Gübar.com saytına da güvənə bilərsiniz. Həm burada əməkdaşlıqlar, həm də biznesinizin inkişaf etdirə bilərsiniz. Və dəyərli dostlar, mövzumuz maraqlıdır. Şirkətlərdə həm satış, həm də marketinq yanaşmasından danışırıq. Edilən yanlışlıqlar nələrdir? Onun üzərindən keçirik. Saatımızın indi bitməsinə bir 5 dəqiqə ərzində danışa bilərik. İstərdik ki, indi kitab təqdimatından danışdıq, müzakirələr etdik və hər iki tərəfin həm marketinq adamının, həm satış adamının yaxşı formada bir dostluq müzakirəsini də gördük. Amma Sarvan dostumuzdan soruşmaq istədik. Bugün həm marketinqli danışacaq, ikinci saatimizdə da Sada dostumuz da əlavə edəcək. Amma satışda bugün kifayət qədər edilən səhvlər var və bəzən şirkətlərdə satışla marketinq belə, yəni şirkətdə üz-üzə qoyulur və bu kimi nüanslar da var ki, rəqabəti sanki artırmaq üçün. Amma mənə görə bu yanlış addımdır. Eynən. Gəlin saatımızın sonuna yaxınlaşırıq, onca biraz kompromisə gedək. Deməli, təbii ki, səhvlər məsələsində bir emosionallıq məsələsi var. Marketinq daima emosionallıq üzərində qurulur. Çünki bütün mesajlarını, bütün reklam çəkilişlərini, bütün məsələləri insanların hissi ilə, duyğuları ilə oynayıb, yaxşı mənada oynayıb, onları almağa həvəsləndirir. Satış isə daha çox rasional tərəfdən yanaşmağa başlayır. Bəzən olur ki, satış öz yerini səhv salır. Başlayır emosionallıq göstərməyə, hansı ki, bu onun işi deyil. Bu marketinqin işidir. Şərti olaraq. Məsələn, o məşhur şeir hamımızın xatirindədir, qabın səhv düşəndə yerimiz, xaric səslənirik, biz səhv düşəndə yerimiz. Yəni, hər kəsin görməli olduğu öz işi var. Gedir bir də görürsən satış adamı müştəriyə marketoloqun dili ilə danışır və başlayır müxtəlif vədlər verməyə və onu pafoslu şəkildə şişirtməyə çalışır. Mən kitabda belə bir başlıq qoymuşam, reallıqlar və xəyallar və gerçəkliklər. Əslində o da xəyallar tərəfində marketinqin işini vurğulamışam, gerçəkliklər tərəfində satışın işini vurğulamışam. Görürsünüz ki, gedir olmayan şeylərin vədini verir. Məsələn, hamı bilir ki, satışda ən vacib məsələlərdən biri referansdır.
Çünki müştərilər həmişə üçüncü tərəfə çox ciddi inanırlar. Bəli. Bir var ki, Rüfət mənə nəsə satmaq istəyir və mən avtomatik olaraq Rüfətlə qarşı bir blok yaradıram, qalxan qaldırıram ki, adamın məndən marağı var. Bir də var, Rüfət mənə şərti olaraq üçüncü tərəfi göstərir ki, bax, Əli də məndən alır, Əli də bundan istifadə edib və faydasını görüb. Bu halda Əli mənim üçün daha inandırıcı faktordur. Çünki Əlinin heç bir marağı yoxdur. Bu məsələdə mən alsam da, almasam da, ona görə Əliyə daha çox inanıram. Bax, bundan satış sui-istifadə edir. Çox ya kiçik bir pay var hansısa layihədə, büyüdüb o layihəni bütün müştərilərdə deyir ki, biz filan layihəni də işləmişik, biz filan layihəni də işləmişik, filan kəs müəllimin şəxsi layihəsini biz şəxsən başa vurmuşuq. Şəxsi iş, nə deyirlər, onun xahişi ilə etmişik. Eynən. Və bu müştəridə bir anlıq bir inanc yaradır ki, aha, bir toxtaqlanır ki, bu. Amma Bakı balaca şəhərdir və ona görə də hər kəsə ulaşmaq, çatmaq şeyi çox asandır. Yalan da ömrü deyirlər, 40 gündür söhbət. 40 gün çəkmir, 40 dəqiqə çəkir. Satıcı qapıdan çıxandan sonra 2 dənə zənglə çıxır həmin o referans göstərdiyi adama ki, müəllim, filan şirkətlə siz işləmişsiniz. Deyir, gəldi 2 dənə şurup bağladı, çıxdı, getdi, nə layihəni filan kəsdə görüb. Baxın, satışın səhvi harda oldu? Marketingin istifadə etdiyi tulu özü istifadə etmək istədi, amma üzü istifadəmə görə altını vurdu. Bütün hər şeyi alt üst elədi. Çünki sənin işin marketingin işinə qarışmaq deyil də, o referansı göstərmək, o layihələrin sonuncunu əvvəl və sonra kadrlar, bəzədilmiş qəşəng fonda musiqilər zətdə bu onların işidir, bizim işimiz deyil. Satışda bəzən uğursuzluqlar onda olur ki, satış bir aqressiv şəkildə nə olur olsun satım deyib yalan qatır işinə. Müqəddəs yalanlı yoxsa yox? Heç bir yalanın nə müqəddəsi, nə şirini, nə bilim ağır qarası yoxdur. Yalan yalandır. Əgər o məsələni qatırsa, bu marketoloqların işidir. Qoy onlar yalan danışsın. Bizə olmaz yəni yalan danışmaq. Eləmi? Bəli. Onu isə Saday dostumuzdan 2-ci saatda alarıq. Bu arada bizə 8404-dən yazılar ki, Araz FM-ə təşəkkürlər, qonaqlar möhtəşəm yazmışlar. 8404 sizə də təşəkkür edirik. Minnətdarlığımızı bildiririk. Marketoloq işində, marketing işində yalan olurmu və bunun ağı qarası olurmu, yoxsa yox? Bunu 2-ci saatımızda Sarvan bəyin dediyi o atmacanın cavabını Saday bəydən alacağıq.
Sabahınız xeyir olsun dəyərli dinləyicilərimiz. Radionun efirində Vaxt Yenidən xəbərində studiyada Ülkər Qasımqızıdır. Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Sudanın paytaxtı Xartumdakı səfirinin iqamətgahına hücumu qətiyyətlə pisləyir. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, diplomatik binalara hücum, diplomatik münasibətlər haqqında Viyana Konvensiyasının açıq şəkildə pozulmasıdır və bu qəbul edilməzdir. Beynəlxalq hüquqa əsaslanan diplomatik binaların toxunulmazlığının təmin edilməsi son dərəcə vacibdir deyə Nazirliyin məlumatında qeyd olunub. Bakıda orta məktəbdə qazanxanada partlayış olub. Hadisə Nəsimi rayonundakı 42 saylı tam orta məktəbdə qeydə alınıb. İlkin məlumata görə qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. Respublika təcili və təxirə salınmaz tibbi yardım mərkəzinə saat 10:30 radələrində çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 27 yaşlı kişi hər iki qolun və kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə yanıq mərkəzinə təxliyə edilib. Hazırda paytaxtın Xətai rayonu 8 noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir. Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədi ilə işlər görülür. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yol ayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur deyə qurumun məlumatında qeyd olunub. NATO'nun baş katibi Jens Stoltenberg vəzifəsini tərk edib. Bu münasibətlə Alyansın mənzil qərargahında mərasim keçirilib. Qurumun saytında canlı yayımlanan tədbirdə yeni baş katib Mark Rutte də çıxış edib. O, Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib. Bu saata çatdıracaqlarımız da bunlar idi. Növbəti saatın tamamında yenidən eşidiləcək. Hələlik. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinləyirsiniz. Diabetik ayaq şəkər xəstəliyi uzun müddət davam etdikdə və ya şəkər səviyyəsinə nəzarət etmək çətin olduqda ayaqda yaranan xroniki yaralara verilən addır. Bu vəziyyətdə sağalmayan yara və ya infeksiya inkişaf edə bilər. Müalicə aparılmadığı təqdirdə xəstənin barmaqlarını, pəncəsini və ya bütün ayağını itirmə təhlükəsi yaranır. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinlədiniz. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Araz radiosunda reklam vaxtı. İcbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz yararlanmaq üçün vətəndaşlarımız e-təbib mobil tətbiqi vasitəsilə agentliyi ilə müqaviləsi olan tibb müəssisələri siyahısında Diaqnoz Tibb Mərkəzini seçim edə bilərlər. Göndəriş kodu alan hər bir Azərbaycan Respublikasının vətəndaşı Diaqnoz Tibb Mərkəzində icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı Diaqnoz Tibb Mərkəzi. Məlumat telefonu 012 370 40 64 010 714 43 03. Ünvan Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C. Diaqnoz Tibb Mərkəzi İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Araz radiosunda reklam vaxtı. FM, qovuşduran radio. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən? İstəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə.
Bar sponsorlar: Panda Boya, Expo Home by Akyab, İnşaat malları sərgi və satış mərkəzi. Xüsusi sponsorlar: Oba marketlər şəbəkəsi, West Hospital, Rapid mühərrik yağları. Sponsor: Hazel. Dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirlinin təqdimatında. İkinci saatimiz başladı. Hər vaxtınız bir daha xeyirli və uğurlu olsun. Biznes mərkəzindəyik. Dəyərli dostlar, radyo məkanda debat formatlı yeganə biznes proqramı olan Biznes mərkəzi efirdədir. Və günə bilirsiniz ki, bizim 3 saatlıq bir biznes layihələrimiz olur. Təqdimatla 2 saatı Araz FM-də, 1 saatı isə Xəzər FM, qardaş radyomuz olan Xəzər FM-dədir. Saat 12-dən 2-yə biznes mərkəzi məsələlər arazımızda, saat 2-dən 3-ə isə biznes adamı isə Xəzər FM-də sizin ixtiyarınızdadır. Elə bu layihədən bitər-bitməz dərhal bizim Xəzərdə səsimizi eşidəcəksiniz və günə 3 saat, həftəyə isə 15 saatlıq bizim yayımız var. Və bilirsiniz ki, bu hər iki layihə mənim müəllifi olduğum layihələrdir və biznes mərkəzi klubumuzun layihələridir və digər layihələrimiz də var. Bilirsiniz, həm Arena var mənim təqdimatımda, həm müəllif olduğum 100% səhər şosu var ki, bu da Araz FM-imizdə yayımlanır.
Və indi ikinci saatımız başladı. Şirkətlərimizdə marketinq və satış yanaşmasında etdiyimiz səhv və yanlışlardan danışırıq. Dəyərli dostlarımız Sarvan Aslanov və Saday Alverdiyev bizim qonaqlarımızdır və Sarvan dostumuz bizim ilk saatda strategiyadan və yanlışlardan danışaraq bəzi yalanların satışda deyil, marketingdən, marketoloqdan qaynaqlandığını dedi və bu fikrin real case'lər üzərində danışdı. Amma bunu təbii ki, bu atmacalı sualın cavabını Sadaydan da əldə etmək istərdik. Buyurun. Birinci aydınlaşdıraq ki, ümumiyyətlə yalan nədir? Yalan olmayan bir şeydən danışmaqdır əslində. Yəni, ortada bir şey yoxdur, amma var deyirik. Misal, endirim yox deyirik ki, var. Misal. Bir də ağı yalan deyilən məsələ var, amma onun adı ağı yalan deyil də. Əslində, belə bir dənə orada nüans olur, balaca. Biz onu götürürük, o cücəni dəvə eləmək məsələsi, qarışqanı dəvə eləmək. Odur, marketingin işi budur. Buna yalan deyiriksə, artıq bir dənə vicdanlarımızı silkələyək də, yəni bu yalan deyil. Özümüzün müdafiə üçün buna yalan da onu qeydirə bilər ki, elədir, okeydir, deyil. Bu fürsətdən istifadədir. Marketingin rolu fürsət yaratmaq və bunu istifadəyə çevirməkdir. Yəni, o anı dəyərləndirmək. 4.99 görmüsünüzsə, haradasa bir elandır. Əmin olun ki, orada içərdə 5000 çeşid məhsul varsa, bir ədəd 4.99-a nəsə satılması varsa, bu bizim marketing üçün münbit şəraitdir. Mən o 4.99 götürüb, bunun üzərindən kampanya qura bilirəm. Kimdir yalandır? Girin içərdə orada var. Marketing belə işləyir. Satışda da bu nüans var. Yəni, hansı ki, yoldaşlar gedir... Düşünürsünüz ki, bu yolla aldatmırsınız? Aldatmırıq. İnsanlar hisslərini oynamırsınız? Oynayırıq, amma o deyil. Yalan deyil bu. Yəni, özünü təksib edir. Oynayırıq, amma o deyil. Yəni, o deyil. Oynayırıq. Mən keçən dəfə geyim markasına getmişəm, indi adını çəkməyəcəm. Mən qarşıma çıxdı. Həm, nə bilim, 15.99-dan, 25.99-dan, 31.99-dan, neçə 99-dan başlayaraq gedirəm, görəm ki, yox deyə. Yəni, bu bitib, bu qalıb, bu belədir. Yəni, bir-iki nüans tapdıq, and içməli yerimizdə. Sizdə söhbət bizim nəyə gedir? And içməli yerimiz olsun. Biz yalan danışmırıq, amma and içməkdə yerimiz var. Bu fürsət insanın hisslərini oynamaqdır. İnsanları kilometrlərlə gətirməkdir. Amma yalan deyil. Amma yalan deyil, eləmi? Xeyr, yalan deyil. Niyə yalan olsun? Bax, sizə deyirəm ki, evinizə gələcəm, sizə bir dənə qələm gətirəcəm. Misal. Yəni, bu mənim üçün dəyərli qələmdir. Dəyərli sözü sizin üçün pulla ölçülə bilər 1, tarixi ola bilər 2, antik ola bilər 3, çox şey saya bilərsiniz. Halbuki məhəllədən 30 qəpiyə aldığım bir üskə ola bilər. Mən bunu imtihanda istifadə eləmişəm. Qələm. Bəli. Mənim üçün, özümə mənim dəyərli sayıram. Gəldim bunu sizə verdim, indi baxırsınız ki, bu eyni nüansdır. Bu hissi keçirdiyin zaman var. 30 qəpikli üskə və ələcə alırsınız və stolunuzda bundan 40 dənə var. Hissə qapılırsınız, o an ki, bu mən aldat deyəm əli başlı. O moment yaşadığın hissinə marketingin 4.90-da verdiyi hiss eynidir. Yalan deyil ki. Eyni şeydir. Mən siz bilmirsiniz, ondan sonra sizin haqqınızda necə xoş sözlər deyirlər. Fərq eləmir. Nə deyir desin. Kim nə deyir desin. Yəni, bizim 30 qəpikli təqdim edir. Mən bilirəm ki, bu yalandır. Yəni, deyirsən yalandır. Mən demirəm ki, sizə mən dəyərli. Bax, dəyərli mən bir qələm gətirirəm. Dəyərli mənim üçün dəyərli olan. Bir dəlil dəyməsin buna. İcazə verin, mən toparlayacağım. Bax, bu məsələ yalan deyil. Yalan deyil. Yalan deyil. Amma yalanın üzə çıxmağı var. Təbii ki, bizneslərdə yaşamışıq, böyük bizneslərdə, lokal bizneslərdə. Bayaq Sarvan bəyin dediyi persona məsələsi girir, satışda, referans verir, aldadır. Amma bu yalan ayaq tutar yeriməz məsələsi var. Ya da 40 saniyə belə ömrü yoxdur da artıq. Artıq o dövr deyil. Yəni, kim yalan danışırsa, saniyəsində üzə çıxır. Plus, marketing və bizneslərin kütləyə xitab eləməsinə görə çox böyük kütləyə xitab edirik. ATL, BTL, televizor, radio, kütlə, çıxış, mikrofon. Bir anda 500 nəfərə səslənirik. Yəni, bu 500 nəfər hamısı ağıllı, ağılsız, qarışıqdır da, elənin bir IQ-su var. 500 nəfərin biri hansısa doğrunu bilirsə, qalanlarını çox rahat şəkildə bunu yaya bilər. Biz o riski eləmirik ki, yalan danışmayaq. Amma satışın elə bir şansı yoxdur. Satış face to face, ikili münasibətdir. O an görüşə girdi. Onu elə girdi, yalan danışmırıq da. Yox, yalan danışmaq rahatdır, onu demək istəyirəm. Yəni, girdi adamdan, üzü oturdu, adamın hisslərinə toxundu, yollaşlaşdısa, istənilən şey ona sata bilər. O an. Yalan, qeyri-yalan, kim deyir, yox. Siz də hissləri toxunursunuz axı. Biz kütləvi toxunduğu üçün yalan istifadə eləmirik. Amma face to face-də üz-üzədə yalanı elə çox rahat 500 nəfərə yalan danışmaq yaxşıdır, yoxsa bir nəfərə yalan danışmaq? Zaten yalan danışmırıq deyirəm. Yalan danışırsınız. Danışmırıq. Allah danışmırıq.
Bu yaxında bir video var, qarşıma çıxmışdı. Bəlkə bir çox adam görüb onu. Deməli, müəllimin birinə otel satıblar. Və yazıblar ki, dəniz mənzərəli otaqlarımız. Adam girir otağa. Üfüqdə. Yox, bütün şeyin pəncərəni üstdə şeylə, kağızla dəniz mənzərəli şəkili yapışdırıblar. Deyir ki, sizə dənizi görmək lazım deyil, buyurun dəniz. Bax, şu pəncərədən bari görsənmir. Niyə? Çünki o birisi binanın divarıdır. Divarıdır, orada dəniz mənzərəsi, yaşıllıqlar falan deyirlər. Deyir ki, siz gözünüzü açanda, yataqdan duranda dəniz mənzərəsini görəcəksiniz. Biz oxuyuq bəli, yaşadıq. Yəni, yalan deyil ki, dəniz mənzərəsi göstərir, yəni belə göstərir. Səday bəyi toparlanmaq üçün belə bir şey deyim. Kitabda maraqlı bir məqam yazmışam ki, İnsanlar, daha doğrusu müştərilər nə istəmədiklərini çox net bilirlər, çox dəqiq bilirlər. Nə istədiklərində isə tərəddüd edirlər. Təkrar edirəm, insanlar nə istəmədiyini çox yaxşı bilir. Nə istədiyində isə tərəddüd edir. Bax, tərəddüd etdiyi anda marketinq gəlir ortaya, deyir ki, tamam, mən bilirəm sən nə istəyirsən. Məsəl üçün, bax, şərti olaraq nahar vaxtıdır, gedir yemək yeməyə, deyir ki, sulu yemək nəyiniz var? O da ki, boş var. Deyir ki, yox, boş istəmirəm. Deyir ki, bəs nə istəyir? Deyir ki, fərqli bir şey olsun. Belə ağız dadımızı dəyişir. Bax, acıyıb, nə istəmədiyini dəqiq bilir. Amma nə istədiyində tərəddüd edir. Bayaq deyir, geyim dükanı. Girmirsən geyim dükanına, özünə şalvar almaq istəyirsən, deyirsən ki, cins olmasın. Amma nə olsun? Sən ki, baxım görüm gözümə yatan nə olsun, nə xoşuma gəlir. Bunların hamısında marketinq girir ortaya və maraqlı bir məsələ yaranır. Ümumiyyətlə, iqtisadiyyat tələb təklif üzərində qalır, düzdür. Müasir dövrümüzdə bu tendensiya dəyişir. Təklif tələbi formalaşdırır. Mən bunu əsaslandırmışam kitabda da. İndi də deyim, biraz kitabdan çox danışsam, heç kim oxumayacaq. Mövzuatı təşviş olacaq. Tələb təklif məsələsi artıq aktuallığını itirir deyə bir başlıq yazmışam. Məsələn, bax, fəsilimiz payıza doğru gedir, yavaş-yavaş qış gəlir, hava soyuyur. Göydən 2 damcı yağış düşən kimi, hava biraz soyuyan kimi, bütün sosial şəbəkələrdəki xəncər havası başladı. Ancaq xəncər şəkillə, əslində havasıdır xəncər, əslində havası xəncər havasıdır. Heç xəncər ağlına düşməyən bir adama da, aylarla diyet saxlayan bir adama da beyninə yerdirlər ki, dur get xəncərlə, naharda, bu marketing. Neynədir? Nə istəmədiyini dəqiq, nə istədiyini dəqiq bilməyən adama kömək elədi. Gəldi ki, bunu elə. Yəni, adamlar həm də insanların belə deyim də, emosional o tərəfdən, bayaq dediyim tərəfdən çox yaxşı bağ qururlar və orada ona kömək etməyə çalışırlar. Və bu gün günümüzdə satış adamları o vaxt səhv edərlər ki, günün tələblərini göz ardı etsinlər. Yəni, marketinqin yaratdığı, təsəvvürdən şirkət təsəvvür edin, müasir, böyük bir şirkətdir və deyir ki, sən Allah, SMM nə deyir? Boş-boş şeydir. Get qəzetdə, nə bilim, bu çöl reklamlarında reklamı qoy. SMM heç vaxt, heç də SMM-lə reklam effektiv deyil. Yəni, nə qədər bu absurd fikir olar da? Niyə? Çünki müasir dövrün tələbi sosial şəbəkələrdə bu ayaqlaşmalıdır. Satış bununla ayaqlaşmalıdır. Hansı şey ki, ənənəvi üsullarla gedir, onların məhvi görsənir, iflası görsənir. Ki, necə ki, balaca məhəllə marketlərinin sonu, yəni göz qabağındadır da. Onlar böyümədikcə, inkişaf etmədikcə, ayaqlaşmadıqca, ən pis halda böyük şəbəkənin franchisingini götürmədikcə, onun ayaqda qalmaq imkanı mümkün deyil. Çox qısa müddətdən sonra o məhəllə marketi olmayacaq. Niyə? Çünki məhəllədə daha işıqlı, daha geniş, araba ilə gəzə biləcəyimiz, çeşid çox olan marketlər onu əvəzləyəcək. Yəni, sözümün canı budur ki, marketingin göstərdiyi o müasirliyi, hansı satış şirkəti ki, mən 30 ildir bu işlə məşğulam, bilmirəm nə etmək lazımdır, lazım deyil deyirsə, bir müddətdən sonra əlində olan müştərisi də itiriləcək, bir müddətdən sonra olan məhsul portfeli də ehtiyatsız olacaq, lazımsız olacaq və ciddi şəkildə süquta doğru gedəcək. Mümkün deyil, hər şeyin yeniləndiyi bir dövrdə sən ağıllı telefonları inkar edəsən ki, knopkalı telefon kifayət edir, səs geçsin, səs gəlsin. Mümkün deyil. Bu smartfon bizə lazımdır.
biz artıq satış adamı olaraq həmin o tələbdən doğan təklifi düzgün formada reallaşdırmağa çalışmalıyıq və o ilə ayaqlaşmalıyıq. Səhvlərimizdən bir də budur ki, düz bildiyimiz yanlışları bək-bək tutub kör tutduğunu buraxmaq misalı ilə gedirsənsə, o biznesdə çox uzun gedə bilməyəcəksən. Aydındır. Doğru mu Sənan bəy? Doğrudur. Bir dənə də əlavə edə bilərəm, balaca. Məncə burada personal məsələləri var, şəxsi fərdi məsələlər. Satış adamlarının belə deyim, çox təklif verməyinə, işlərin irəlilənməsi üçün, satışda və ümumiyyətlə şirkətin özünə bir qatqı sağlaması üçün söz haqqı az verilir. Bu ən böyük problemlərdən biridir. Dəstəkləməsi bu mövzuda. Yoldaşlara konkret hədəflər qoyulur. Məsələn, bu satış hədəfi vurulmalıdır, bu qədər pul yığılmalıdır, bu qədər yeni müştəri KPI göstəricilər. Və yoldaşlar, həmin o satışdakı insanlar bütün gün o hədəfləri vurmaq üçün çalışırlar. Artıq bunlar pis çıxmasın ifadə, baş işlətməkdən çox hədəfə fokuslu belə at yarışı kimi finişə çatmağa çalışmağa başlayırlar. O prosesdə həqiqətən qabında çox şey olan, təfəkkürü geniş olan, şirkətə daha çox fayda verə bilən, yeni satış kanalları yarada bilən insanlar zamanı yoxdur ki, fikirləşsin. Tək hədəfi o adamı tutmaq, müştərini gətirmək, satışı artırmaq. Bu məncə hal-hazırda ən böyük problemdir satışda. Və bu prosesdə güclü olanlar qalır da, yəni ki, digərləri artıq bezir və ixtisasını və sahəsini dəyişir. Marketinqdə bu sahədə də eyni məsələ var. Buradakı məsələ isə tam fərqlidir. Bizimkilərin strateji yanaşmağa, prosesi anlamağa sadəcə təfəkkür formalaşdırmalıdırlar. Araşdırma edərək, analiz edərək, metod formalaşdıraraq. Hər iki keysdə satış və marketinq əməkdaşlarının loyallıq problemi yaranır. Bu aradan qaldırılacaq şəxslər, Sarvan bəy kimi, bizim kimi və yaxud da şirkətdəki hər hansı bir məsul şəxs var, o şərait yaratmalıdır. Şirkət, atıram, bugün hədəfi vurmaya bilər, amma o ay yoldaşlar biraz nəfəs alıb, bazarı daha yaxşı analiz edib, yeni metodlar təklif edə bilərlər şirkətə. Ya da bizim marketinq əməkdaşları. Biz əksinə edirik də bəzən. Yəni, marketinqdən satışı üzrə qoyuruq. Problemləri birimizin üstünə atırıq. Zaman verilməlidir hər kəsə. Çünki biz insanıq. Ən vacib faktor budur. Birinci, bizim persona kimi qəbul olmalıyıq. Mütəxəssisin aşağı levelindən bu iyerarxiyanın yuxarısına qədər. Birinci söz haqqımız olmalıdır və fikrimizi deməliyik. Yoxsa əks halda bizim fikrimiz heç kimə maraqlı olmur və bizi kimsə işlədir. Biz işlədilməkdən çıxıb işləmək, özümüz işləmək havasına gəlməliyik. Bu da şirkətlərin yavaş-yavaş strukturlaşması, doğru şəxslərin doğru pozisiyada oturması, biraz özlərimizdə işləməklə mümkün olacaq. Marketologların ən qızıqlandığı, əsəbləşdiyi mövzulardan biri rəhbərliyin gəlib onlardan niyə satış yoxdur, niyə satış aşağıdır məsələsidir. Onlar əsəbləşirlər ki, yəni mənim işim satmaq deyil. Və çox ciddi qızıq yaradır onlarda bu fikir ki, mənim işim satmaq deyil, satmaq satışın işidir, geç satışdan maraqlanacağım. Əslində isə marketinq satışa dəstəkdir birbaşa. Çünki marketinqsiz satış eləyən adamlar mümkündür, var, amma həmişə çiyinlərində nə yaranır? İz yaranır. Çünki arxasındakı yükü dartmaqla bura artıq iz salır. Marketinq gəlir ki, o dartdığın yükün altına gəl təkər qoyum, daha sürətli dartçına. Amma nəticəyə şey qoymurlar, əllərini daşın altına soxmaq istəmirlər nəticəsinə ki, o satışın işidir. Mənim işim markalaşmaqdır, mənim işim brend yaratmaqdır, mənim işim dəyər yaratmaqdır və s. Satışın işi isə hərəkətdir, realizasiyadır, göstərməlidir ki, reallaşdı, formalaşdı. Məsələ bundan gedir. Və çox maraqlı bir şey var, həvəs var, motivasiya. Bu da davamlı deyil. Necə ki, marketoloq müştəridə almaq həvəsi yaradır, satıcıda da satmaq həvəsi yaratmalıdır. Satış adamı rahat-rahat deyə bilməlidir ki, mənim bugün satmağa axodum yoxdur. İşləməyə həvəsim yoxdur. Və bunu da həvəs, necə ki, bax, müştərini həvəsləndiririk ki, bir alsan, 2 alsan, ikinci 50% endirimdədir. Yoxda 3 alsan, bir hədiyyə. Belə hədiyyə. Bu nədir? Müştərini həvəsləndiririk. Eyni proses arxa tərəfdə satış adamı üçün olmalıdır ki, o da həvəslənməlidir. Onun da satmağa həvəsi olmasa, bu emosional bağ qarşılıqlı qurulmasa, bunun success olması, uğurlu olması çox çətin olacaq. Müştəri də həvəslə gəlib almalıdır, satıcı da həvəslə satmalıdır. Əks halda sadəcə işi görmək xətrinə görəcəklər və çox maraqlı bir dənə təlimlərdə söz istifadə edirəm.
İndi əgər təlimlərdə iştirak edənlər varsa görəcəklər. Yazıram ki, lövhəyə. Olsun. Deyir ki, düzgün iş görmək və işini düzgün görmək. Yazıram və təxminən bir 10 dəqiqə vaxt verirəm ki, buyurun bu iki cümlə arasında fərqi tapın. İşini düzgün görmək və düzgün iş görmək. Zaldan müxtəlif fikirlər gəlir. Ki, nədir görəsən bu? Deyirəm ki, bir çox fikirlər gəlir. Deyirəm ki, baxın, işini düzgün görmək bu icra edicinin işidir. Bu adam şərti olaraq hər hansı bir nərdivana düzgün çıxmaq metodunu öyrənir və o işi düzgün görür. Bax, necə satmaq deyirəm kitabda. Necə satmağı çox yaxşı bilir. Birinci sağ əli, sonra sol əli, sonra sağ ayağı, sol ayağı. Və başlayır bu şeyi pozmadan yuxarı qalxmağa. Qalxdıqca əzələləri bəkir, qalxdıqca tərləyir, qalxdıqca yorulur. Amma baxırsan ki, heç vaxt birinci sol əlini atmır, sağ əlini atmır. Necə demişəm, deyir. Nə edir? İşini düzgün görür. İşin sonunda gəlib baxırsan ki, o nərdivan düzgün divara qoyulmayıb. Fərqli divara çıxırmış. Deməli, düzgün iş görmür. İşini düz görürdü, amma düzgün iş görmürdü. Bax, düzgün iş görməyi isə... Yəni, nəticə etibarilə düzgün iş. Yəni, o adamı sən qınaya bilməzsən ki, ay bala, niyə nəticə yoxdur? Deyəcək ki, mən deməmişdim, bu çıx. Mən də çıxmışam da. İndi mən nə bilim ki, bu dam həmin dam deyil. Bax, o rəhbərin, satış rəhbərinin işidir ki, yuxarıdan quş baxışı baxır məsələyə və nərdivanların yerini müəyyən edir ki, bura biz 3 günə çıxarıq, bura biz 6 günə çıxarıq, bura 9 günə çıxarıq. 9 günə çıxacağımız yerdə əgər satış əməkdaşı 3-cü gündə həvəsdən düşəcəksə, sən onu gətir qoy 3 günlük çıxacağı divara, 3 gün çıxsın və quick win olsun. Bəli. Sürətli uğur olsun və həvəslənsin. Sonra 6, sonra 8. O sadan bayaq dediyi kimi ki, onu yükləyirlər şeylə, hədəflə də ki, buna çatmalısan. Adam bir nərdivana baxır, bir özünə baxır. Mən hələ 3-dəyəm. Necə çataram? Bəli. Deyir, axudum yoxdur. Nə geri qayda bilir, nə yuxarı qalır bilir. Orada qalır və fail. Nə etməyə çalışır? Ya yalan danışır, ya deyir ki, valla müəllim, əlimdən gələn eləyirəm, alınmır. İnan ki, yalan deyir. Ona görə işini düzgün görməklə düzgün iş görmək arasında ciddi fərq var. Dostlarımıza təşəkkür edirik. Belə həm səmimi, həm də bunu müxtəlif variantlar və təqdimatlarla etməsi minnətdarıq. Bizim üçün reklam fasiləmiz var, amma biz bunu nəyi var həvəslə təqdim edirik? Həm işin arxasında varıq ki, biz, bəli, keyfiyyətli məhsulları və şirkətləri təqdimatını edirik. Həm də o şirkətlər əmindir ki, onlara müraciət edənlər peşman olmaz. Sobex, möhkəm kafel və keramika yapışdırıcısı. İstənilən hava şəraitində hər növ daxili və xarici səthə yüksək yapışma gücü, rahat istifadə, uzun ömürlü keyfiyyət. Daha nə olsun? Sobex, möhkəm olsun. Araz Radiosunda reklam vaxtı. Abşeronda bütün Sonifer məhsulları fabrik qiymətinə yalnız 3 gün. Sonifer ütü 22.90, Sonifer fritoz 79.90, Sonifer simsiz tostoran 114.90. Ən çox alış-veriş edənlərə hədiyyə də var. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Hökvatan Dairəsinin yanı. Sənə dedim axı, elə boyalı ki, ləkə tutmasın. Silmək olur axı. Hardan tapmaq, hə? Harda var elə boya? Bilən varsa desin də mənə. Panda da var, panda da var, panda da var, panda da var. Panda boya, rəng qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. West Hospital'da icbari tibbi sığorta çərçivəsində vətəndaşlar invaziv radiologiya, angiografiya, KT, MRT, mamografiya, damar və endoprotez əməliyyatları xidmətlərindən yararlana bilərlər. Ətraflı Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Oba marketlər şəbəkəsində qonşuda qənaətin vaxtıdır kampaniyası. 26 sentyabr 9 oktyabr tarixləri arasında CSN qırmızı paketli dondurulmuş toyuğun kiloqramı 5 manat 29 qəpiyə. 1 kiloqramlıq hər gün tərəyağı 13 manat 89 qəpiyə. 1 kiloqramlıq aləmşah basmati düyü 3 manat 25 qəpiyə. 2 litrlik Pepsi qazlı içki 1 manat 75 qəpiyə. 225 qramlıq Azərçay buket çay 5 manat 10 qəpiyə. Oba.
Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəli All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının mühərrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. 3 dəqiqəyə onlayn kredit almaq istəyirsən? Bunun üçün Manato Az veb saytında tək şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keç. 1500 manata qədər məbləğ seç. Təsdiqlənəndən sonra yoxlanış cəmi 3 dəqiqə çəkir. Bəli, düz eşitdin. Cəmi 3 dəqiqə. Bütün problemlər ötüşdü. Yerində kredit yerinə düşdü. Hər evə 2 televizor lazımdır. Birini siz alın, birini biz hədiyyə edək. İndi mağazalarımızdan 24 ayədək faizsiz hissəli ödənişlə 55 düym ekranlı TV alanlara, 32 düym TV, 65 düym və daha böyük ekranlı TV alanlara 32 düym Smart TV bizdən hədiyyə. Soliton, telefon 180, rəsmi sayt soliton.az. Avant Vista'da indi cəmi 26 min manat ilkin ödənişlə 2 otaq studiya mənzil sahibi olun. Sağlamlığınıza xidmət edən üzgüçülü hovuzları, fitness, spa mərkəzi, övladlarınız üçün uşaq bağçası, oyun meydançaları və daha nələr. Əlaqə Ulduz 0241. Tələsin, Madeira'da göydən düşmə endirimlər başladı. İstənilən növ mebeli kreditlə aldığınız zaman 20% endirim sizi gözləyir. Üstəlik, ilkin ödənişsiz. Bu fürsətdən yararlanmaq üçün elə indi Madeira mağazalarına yaxınlaşın və ya web saytımızı ziyarət edin. Madeira sizə uyğundur. Ulduz 9696. İndi DigiDeposit daha çox gəlir gətirir. ABB Mobile-la onlayn əmanət yerləşdirin. İstər 6, istər 12, istərsə də 18 aylıq əmanətiniz üzrə illik 11%-ədək gəlir qazanın. Ətraflı 937. Araz Radiosunda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən? İstəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə. İş qurmağın sirlərini Biznes Mərkəzindən öyrənin. Efirimiz davam etməkdədir. Dəyərli dostlar, maşallah rubrikalarımız çox, fikirlər çox. İndi birazdan yarışmamız da başlayacaq. Təxminən 10 dəqiqə ərzində yarışmamız başlayacaq və biznes yarışmamızda çox maraqlı bir stat sizə təqdim olunacaq. Doğru cavab versəniz, gözəl bir hədiyyəmiz olan Rapid yağlarından hədiyyə sizə qismət olacaq. Ya da gəlin belə eləyək, şifrə yarışması da var. Gəlin şifrə yarışmasına Rapid yağlarını təqdim edək. Hədiyyəmizi hazırlan edək. Maşallah, hədiyyələrimiz çoxlu dəyişə bilərik və yer gəlmişkən şifrə yarışması da keçirməliyik. Dünən şifrə yarışmasında ilk rəqəmi təqdim etmişik və bugün də şifrə yarışmasında ikinci rəqəmimizi təqdim edək. Sonra biznes yarışmasına da keçid edərik. Deməli, şifrə yarışmasında bilirsiniz ki, hər həftə 3 rəqəm oynanılır, 3 şifrəli kod oynanılır. Şifrəli kodda daha doğrusu 3 rəqəm olur. O rəqəmin artıq birini dünən təqdim etmişik. İndi ikinci rəqəmi təqdim edirik. Dəyərli dostlar, hazır olun. Üçüncü rəqəmi də həftənin 5-ci günə qədər təqdim edəcək. İndi o ya sabah ola bilər, ya da növbəti birisi gün ola bilər. Amma cümə günü bizim yarışmamızın günüdür. 3 rəqəmi, o kodru 3 rəqəmi sizdən soruşacaq. Doğru ardıcıl deyən və birinci olan Rapid yağlarına hədiyyə gözləyir. Dəyişdik yarışmamızda hədiyyəni və şifrə yarışmasında bu həftənin ikinci rəqəmi. İkinci rəqəmimiz 5-dir. Bəli, ikinci rəqəmimiz 5-dir. Dünən ilk rəqəmi təqdim etdik. Bugün ikinci rəqəmi təqdim edirik. Qaldı sonuncu, üçüncü rəqəmimiz. Dəyərli dostlar, ikinci rəqəmimiz də şifrə yarışmasında bir daha təkrar edirəm, 5-dir. Günün valyuta məzənnəsi.
Valyuta məzənnələrinə diqqətimizi yönəldək. 2024-cü il məhz oktyabr ayının 1 üzrə ABŞ dollarının məzənnəsi dəyişməyərək 1.7 manat, Türkiyə lirəsi isə 0.4 manat təşkil edib. Öz növbəsində Rusiya rubli 0.1 manata kimi bağlaşıb, avro isə 1.89 manata dək ucuzlaşma var. Xəbəriniz olsun. Günün valyuta məzənnəsi. Biznes xəbərləri. Daha bir xəbərimiz var. Layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir. İlkin olaraq da turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonu İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin agroturizm zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi də nəzərdə tutulub. Turistik kənd layihəsi ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planından irəli gələn tapşırıqların icrası məqsədi ilə həyata keçirilir. Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb. İndiyə qədər ipoteka və kredit zəmanət fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65,155 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına da düşüb. Xatırladaq ki, ölkə prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə, zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb və fərmana əsasən kredit zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi fond qarşısında prioritet vəzifə kimi də müəyyən edilib. Biznes xəbərləri. Sponsor təqdimatı. Dostlarımıza da təşəkkür edək. Verilişimizin baş sponsorlarından biri Panda Boyadır. Bəli, artıq bu boyanı nəinki paytaxtda və bütün regionlarımızda sevə-sevə əldə edirlər. Ötən həftə bir görüşdəydik qərb bölgəsində. Ustaların seçimi deyirdi ki, Panda Boya artıq müştəriləri illərdir sevindirir. Ona görə də biz və müştərilər də elə alıcılar da Panda Boya görərkən üzləri gülür. Bəli, keyfiyyət öz sözünü deyir. Siz də Panda boyalarına güvənə bilərsiniz. Panda boyaları ilə dünyamıza rəng qataq deyilik. İnşaat malları lazımsa Expo Home Bayaq-Kəba da gedə bilərsiniz. Aşıq Molla Cümən 46 B ünvanında yerləşir. İnşaat mallarının A'dan Z-yə bütün həm satışını, həm də A'dan Z-yə satış və sərgisini təşkil edən bir mərkəzdir. 3 mərtəbədən ibarət mərkəzə zəng edə bilərsiniz. Məhsullarınız qapıya qədər də çatdırıla bilər. 099 369 66 99 nömrəsindən. West Hospital'da isə özünüzü sağlam hiss edə bilərsiniz. Çətin durumda, səhətinizdə problem olarkən belə vəziyyətdə West Hospital'ın Ulduz 7606 nömrəsinin qaynaq xəttinə zəng edə xidmətlər barədə məlumat ala. Həmçinin West Hospital'ın təcili tibbi yardım xidmətlərindən də yararlana bilərsiniz. Ən böyük qazancı müştəri məmnuniyyəti olan Oba Marketlər şəbəkəsi isə Biş-Düş layihəsi ilə ölkəmizin 4 bir yanında müştərilərini sevindirir. Bakı, Xaçmaz, İsmayıllı, Şamaxı, Masallı, Qusar və daha bir neçə şəhərimizdə qapı-qapı gəzən aşbazlar çox sadə şərtlərlə qonşularına bol hədiyyələr də qazandırır. Evində Oba alış-veriş çeki olan və Oba Market mobil tətbiqini aktiv istifadə edən şanslı müştərilərə 30, 50 və 100 manat dəyərində alış-veriş kartları hədiyyə olunur. Odur ki, siz də Oba Market səhifəsini sosial şəbəkələrdə izləmədə qalın. Biş-Düş və Obadan hədiyyə qazanmaq şansını da qaçırmayın. Avtomobiliniz üçünsə yüksək keyfiyyətli yağ deyirsinizsə, seçiminiz Rapid yağlar olsun. Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal edilir. Azərbaycanda 500-dən çox satış nöqtələrində Rapid yağlarını sevə-sevə əldə edə bilərsiniz. Hazelə də təşəkkür edirik ki,
organik məhsullarla bizi sevindirirlər. Həmçinin inşaat, təmir və tikinti sahəsini əhatə edən Azərbaycanın beynəlxalq istifadədə olan ilk və tək platforması Cubaru.com saytı istifadəyə verilir. Bu sayt vasitəsilə siz müəssisələr öz fəaliyyətlərini, şirkətiniz varsa Tanıda öz satın alma elanlarını yerləşdirə və yerləşdirilmiş satın alma elanlarına öz təkliflərinizi də verə bilərsiniz. Saytın vakansiya bölümündən də istifadə edə bilərsiniz. Cubaru.com saytına bu dəqiqə daxil olun və həm işinizi, həm biznesinizi də genişləndirə bilərsiniz. Hazır olun, yarışma başladı. Yarışmamız başladı. Değerli dostlar, gözəl bir statımız var. Statı təqdim edirik sizə. Və tam 5 dəqiqədə zamanınız var ki, yarışmamızda iştirak edəsiniz. Statın kimə məxsus olduğunu deyəcəksiniz. Düzgün hesab etdiyiniz variantı isə 099 810 33 099 810 33 WhatsApp nömrəmizə göndərəcəksiniz. Sualımız belədir. Daha doğrusu statımız belədir. Siz bir mağazada öz seçiminizlə hərəkət etdiyinizi düşünə bilərsiniz. Əslində isə şuurlu şəkildə idarə olunursunuz. Daha dəbdəbəli və ya bahalı məhsullar elə yerləşdirilib ki, siz əsas məhsullara doğru hərəkət edərkən onları görə bilərsiniz. Sizcə bu stat kimə məxsusdur? Siz bir mağazada öz seçiminizlə hərəkət etdiyinizi düşünə bilərsiniz. Əslində isə şuurlu şəkildə idarə olunursunuz. Daha dəbdəbəli və ya bahalı məhsullar elə yerləşdirilib ki, siz əsas məhsullara doğru hərəkət edərkən onları da görə bilərsiniz. Həm də bu satış məsələsi daha bu. Biliyorum, indi marketing tərəfinə nə dərəcədə o vitrinlər məsələsində həssaslıq necədir, kampanya olurmu orada, onu Saday bəy bilər. Amma çox məşhur olan və deyimli yerində olan bir statda əslində elə mövzumuzla da tam uyğundur. Siz bir mağazada öz seçiminizlə hərəkət etdiyinizi düşünə bilərsiniz. Əslində isə şuurlu şəkildə idarə olunursunuz. Daha dəbdəbəli və ya bahalı məhsullar elə yerləşdirilib ki, siz əsas məhsullara doğru hərəkət edərkən onları da görə bilərsiniz. Sizcə bu stat kimə məxsusdur? Özdə yeri gəlmişkən deyim, bu şəxs çox məşhur bir kitabı da var. Deyim, Əsmər xanım, köməkdəymi? Biraz sonra köməkdək. Yaxşı. Əgər tapa bilməsəniz, çətin olsa dəstək olmağa da hazırıq. 099 810 33 099 810 33. Bax, bu nömrəmizdə ixtiyarınızdadır. WhatsApp nömrəmizə yazın. Siz bir mağazada öz seçiminizlə hərəkət etdiyinizi düşünə bilərsiniz. Əslində isə şuurlu şəkildə idarə olunursunuz. Daha dəbdəbəli və ya bahalı məhsullar elə yerləşdirilib ki, siz əsas məhsullara doğru hərəkət edərkən onları da görə bilərsiniz. Sizcə bu stat kimə məxsusdur? 099 810 33. Son 1 dəqiqə vaxtınız var. Boya axtaran insan, sonadək qulaq assan, işin olar asan. Hansı rəngi axtarsan, mağazaları dolaşsan, ustalardan soruşsan və istəmirsənsə nöqsan, bir cavab alarsan. 25 ildir, Sopsan. Araz Radyosunda reklam vaxtı. Abşeronda bütün Sonifer məhsulları fabrik qiymətinə yalnız 3 gün. Sonifer ütü 22.90, Sonifer fritoz 79.90, Sonifer simsiz tostoran 114.90. Ən çox alış-veriş edənlərə hədiyyə də var. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Hürvatan Dairəsinin yanı. Panda'nın premium silikonlu, yüksək dayanıqlı, fırça və rulo izi buraxmayan, silinə bilən iç sərt boyası Panplus ilə məkanınızın füsunkar gözəlliyinə şahid olun. Panda boyalarımız ilə sizin üçün ən yaxşı olanı seçdik. Panda boya, rənk qatır dünyaya. Qısa nömrəmiz ulduz 1008.
West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Oba marketlər şəbəkəsində qonşuda qənaətin vaxtıdır kampaniyası 26 sentyabr 9 oktyabr tarixləri arasında CSN qırmızı paketli dondurulmuş toyuğun kiloqramı 5 manat 29 qəpiyə, 1 kiloqramlıq hər gün tərəyağı 13 manat 89 qəpiyə, 1 kiloqramlıq aləmşah basmati düyü 3 manat 25 qəpiyə, 2 litrlik Pepsi qazlı içki 1 manat 75 qəpiyə, 225 qramlıq Azərçay buket çay 5 manat 10 qəpiyə. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəli All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının mühərrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. Deyirlər dünya bir pəncərədir. Pəncərə isə Pimapen'dir. Çünki Pimapen soyuğu, istiliyi və səsi saxlaması, fərqli rəng çeşidləri, 35 illik təcrübəsi ilə fərqlənir. Siz də dünyaya Pimapen pəncərələrindən baxın. Pəncərəyə adını verən Pimapen. Silitondan paltar yuyan alanlar evə əli dolu qayıdacaqlar. İndi Beko, Samsung, LG, Bosch, Electrolux, Indesit, Riffel markalı paltar yuyan modellərindən istədiyinizi 24 ayədək faizsiz hissəli alışla əldə edin. Məhsulun qiymətinin 7%-nədək dəyərində hədiyyə sizin olsun. Siliton, telefon 180, rəsmi sayt siliton.az. Pimapen, pəncərəyə adını verən, adını pəncərəyə verən Pimapen. ABB Mobile ilə Digi Hesab Max hesabı yaradın. 6% illik gəlir, rahat köçürmələr və faiz itirmədən nağdlaşdırma imkanı qazanın. Pulunuz pul gətirsin. Ətraflı 937. ABB, müasir, faydalı, universal. Araz Radyosunda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən, istəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə. Bar sponsorlar Panda Boya, Expo Home by Akyab, İnşaat Malları Sərgi və Satış Mərkəzi, xüsusi sponsorlar Oba Marketlər Şəbəkəsi, West Hospital, Rapid Mühərrik Yağları, sponsor Hazel. O gün mən hər şeyə bir xət çəkib getdim. O gün mən qəlbimdən səni silib getdim. İtib getdim həyatından, xəyalından, sonra
gün mən hər şeyə bir fərd çəkib gitdim. O gün mən qəlbimdən səni silib getdim. İtib getdim həyatımdan, xəyalımdan. Sonunda mən o gün mən hər şeyə bir fərd çəkib gitdim. O gün mən qəlbimdən səni silib getdim. İtib getdim həyatımdan, xəyalımdan. Sonunda mən İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Sual təqdim etmişdik ki sizə, siz bir mağazada bu statla bağlı idi, statı tapmaq lazım idi ki, kimə məxsusdur. Siz bir mağazada öz seçiminizlə hərəkət etdiyinizi düşünə bilərsiniz, əslində isə şuurlu şəkildə idarə olunursunuz. Daha dəbdəbəli və ya bahalı məhsullar elə yerləşdirilib ki, siz əsas məhsullara doğru hərəkət edərkən onları görə bilərsiniz. Sizcə bu stat kimə məxsus idi? Çox təəssüf olsun ki, yazanlar var, amma səhv yazanlar var. Kifayət qədər dostlarımız yazıblar, dinləyicilərimiz, amma doğru cavab deyil və bütün cavablar səhvdir. Hətta gəlin belə deyək, qalibimizin olması üçün bir dəqiqədə şans verir. Mən sponsor təqdimatlarım dostlarımız haqqında məlumat verənə qədər bəlkə də bir də şans verək sizə. Həmin bu şəxs alış-veriş elmi kitabının da müəllifidir. Bəlkə belə tapa bildiniz. Baş sponsorlarımız Panda boyaları və Expo Home Bakiyabdır. Panda boyaları bizi hər zaman sevindirir. Öz keyfiyyətli məhsullarla Expo Home'a da yollana bilərsiniz. Bakiyaba da inşaat mallarının adan ziyə satışını təşkil edirlər. Oba marketlərə də yollanırıq. Oba marketlər şəbəkəsində qonşuda qənaətin vaxtıdır kampaniyası davam etməkdədir. 26 sentyabr, 9 oktyabr tarixlərinə qədər müxtəlif kampaniyalardan siz də yararlana bilərsiniz. Sağlam olmaq üçünsə bizim West Hospitalımız var. Ətraflı məlumat Ulduz 7606-da. Avtomobilin üçün yüksək keyfiyyətli yağ deyirsinizsə, rapid yağlarını əldə edə bilərsiniz. Hazırda təşəkkür edirik organik məhsullar üçün və Cubaro.com saytı istifadə edilib ki, inşaat, təmir və tikinti sahəsində networking və əməkdaşlığınızı artırmaq üçün ideal bir saytdır, platformadır. Zaman bitdi. Qalibimiz var mı? Kömək etdik və kömək nəticəsini verdi. Sarvan dostumuz var, belə bir motivasiyalarımız var bizim də və biz də işə belə dəstək oluruq. Eynən, mütləq lazımdır fikir versiniz. Yəni, hərəkət olmasa bərəkət olmaz. Və kitabın adını, müəllifi adını deyən kimi artıq nəticə var və biz də istəyirik ki, qalibimiz olsun, hədiyyə qazanan olsun. Deməli, 47-85-dən olan dinləyicimizlə danışacağıq. Hazırda indi canlı bağlantı qurulur. Gecikmədən biz dinləyicimizi alaq. Və yer gəlmişdən dostlar, artıq bütün kitab mağazalarında bizim Sarvan dostumuzun bir daha da xatırlatma edək. Sarvan dostumuzun kitabını əldə edə bilərsiniz, sevə-sevə əldə edə bilərsiniz və biz də böyük zövqlə bunu aldıq və daha bir belə deyək kitabını da dostumuz bizə hədiyyə elədi. Xoş sözlər üçün də təşəkkür edirik. Baxın, canlı yayında da görə bilərsiniz. Və Sarvan dostumuzdan, dəyərli qardaşım, işinin peşəkarı, sadə və pozitiv Rüfət Nadirli dostuma minnətdarıq. Nə satmaq, necə satmaq? Bax, bu kitabı bütün kitab mağazalarına əldə edin və bu sahədə olan, istər satış, istər marketing sahəsində olan dostlarımız alın, faydalanın deyirik. Hətta özünüz bu sahədə deyilsinizsə, digər bir sahədəsinizsə və yaxud da ki, satış və marketing satış sahəsində olanlar varsa, onlara da bu kitabı alıb da hədiyyə edə bilərsiniz. Çünki çox faydalı real кейslər üzərindədir. Özdə bunu yazan məhz bizim dəyərli, təcrübəli dostumuz Sarvandırsa,
bu kitabda ancaq və ancaq xoş bir şey, faydalı bir şey ola bilər. İndi başa düşürəm, Saday dostumuz bundan narahatdır bu cür fikirlərdən, amma bu reallıqdır və dinləyicimiz Seyid Zəki Musayev deməli hazırda telefon xəttindədir, teatrda çalışır, texniki heyət üzvüdür. Seyid Zəki bəy, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyirli. Xoş eşitdik, necəsiz? Şükür, siz necəsiniz? Yaxşı, iş başında rahat dinləmə imkanınız varmı? Yəni, yoxsa fasilə idi, nahar vaxtıdır deyə? Nahar fasiləsi idi. Əla, mütəmadi dinləyirsinizmi efirimizi? Bəli, bəli. Təşəkkür edirik diqqətiniz üçün də. Sizcə bu səsləndirdiyim sitat kimə məxsusdur? Paco Andreyev. Paco Andreyevə məxsusdur. Bəli, Alış-Veriş Elmi kitabının da müəllifidir. Dostumuz, sizi təbrik edirik. Hazeldən gözəl hədiyyə sizindir. Sevə-sevə istifadə edin. Ən qısa zamanda minnətdarıq. Vaxtımız da çox azdır. Ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar Hazeldən və hədiyyə sizə təqdim olunacaq. Və dostlarımıza təşəkkür edirik. Sarvan və Saday dostlarımıza minnətdarıq. Çox xoş oldu. Biz təşəkkür edirik. Həqiqətən insan öz ətrafı ilə, dostu ilə, networkingi ilə ayaq üstədir. Biznes də bunun üzərində qurulub. Nə qədər geniş çevrən olsa, nə qədər səni sevənlər olsa, dostların olsa, sən bir o qədər güclüsən. Biz də səni özümüzə bir dost, arxa ayaq bilirik. Təşəkkür edirəm. Sadaya da təşəkkür edirik, gəldi bugün. Keyfimizi açdı, yalandan marketingdən danışdı. Yalan danışdı. Gəlişi yalan, gelişi də yalan. Sadaysız günümüz olmaz. Amin, orası elədir. Yəni, vaxtımızın boş getməsinə imkan vermir. Boşluğunuzu doldurulun üçün. Təşəkkür edirəm. Dəvətiniz üçün. Minnətdarım, dəyərli dostlar, dinləyicilərimiz bizi başqa cür anlamasın. Bu səmiyyətimiz illərdir birbirimizi tanıyırıq və bu... Hal-hazırda bir bullying var burada. Yəni, eşidənlər... Hamınızı dəvət edirəm Araz FM-in önünə. Sadaya dəstək olmağa. Bəli, amma heç kim gəlməyəcək də bilirsiniz dəstək olmağa. Yəni, biz öndə olmuruq, gizlədirik dostlar, ona görə belə deyirlər. Hamız gözləyirəm. Rüfət bəy candı, ciyərdir, təşəkkür edirik. Sarvan bəy o qədər gözəl axıcı və ifadələr səsləndirir ki, mən qoşulmaq qalır sadəcə. Hər zaman kimi marketing olaraq qoşuluruq. Minnətdarıq, hər zaman da dost kimi də yanınızdayam. Allah sizi var eləsin və bu layihəmizin də qapıları hər zaman üzünüzə açıqdır. Minnətdarım sizə və bir daha da Sarvan dostumuza gözəl kitab təqdimatına görə təşəkkür edirik və uğurlarınız bol olsun. Hər zaman bizi sevindirəsiniz. Dostlarımızın uğuru bizim uğurumuzdur. Minnətdarım.